İnanmayacaqsınız, amma bu möhtəşəm şokoladlı keksin tərkibində nə yumurta, nə də ki süd var. Həm çox büdcəli, həm də inanılmaz dərəcədə dadlıdır. İlk olaraq bizə 2 ədəd banan lazım olacaq. Bananlar nə qədər yaxşı dəymiş olsa, keksimiz də bir o qədər şirin və ətirli alınacaq. Bananları püre halına gətirib üzərinə şəkər tozu, duru yağ, un və kakaonu da əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Və əsas məsələ sonda sodanı əlavə edirik. Soda mütləq sonda əlavə olunmalıdır ki, keksimiz yaxşı qabarsın. Və soda xəmirə acılıq verməsin deyə sirkə ilə söndürüb əlavə etmək lazımdır. Sirkənin əvəzinə limon suyundan da istifadə edə bilərsiniz. Xəmiri keks qəlibinə əlavə edib əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 45 dəqiqəyə bişiririk. Və budur dostlar, artıq hazırdır. Keksimiz bişən zaman evi banan və şokoladın ətri bürümüşdü. İndi isə gəlin kəsiminə birlikdə baxaq. Görürsünüz, tərkibində nə yumurta, nə də süd olmamasına baxmayaraq, içərisi süngər kimi məsaməli və nəmlidir. İnanın mənə, heç kim bu keksin bu qədər sadə ingrediyentlərlə hazırlandığına inanmayacaq. Əgər bugün də sizə faydalı ola bildimsə, bəyən düyməsinə basıb abunə olmağı unutmayın. Gələn ləzzətli reseptlərimdə görüşənədək inşallah. Hələlik.